Deməli, 31 nömrəli məsələ. Cismə təsir edən 5 qüvvənin və cismin impulsunun istiqamətləri göstərilmişdir. Hansı qüvvənin işi sıfıra bərabərdir? Deməli, biz bilirik ki, iş o zaman sıfır olur ki, yer dəyişmə, sürət, impuls vektorları deməli, qüvvəyə perpendikulyar istiqamətdə yönəlsin. Yəni, sürətdir, impulsdur, yer dəyişmədir. Bu vektorlarla qüvvə vektoru arasındakı bucaq 90 dərəcə olmalıdır, bir-birinə perpendikulyar olmalıdır. Burada görürük ki, impuls vektoru baxın bu istiqamətdə yönəlib. Onda qüvvə 2 istiqamətində yönələndə impuls vektoru arasındakı bucaq 90 dərəcə olur və bu zaman həmən qüvvə iş görmür. Deməli, burada cavabımız olacaq B variantı. 32. 3KT bölünsün V-nin kvadratı ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Burada V ideal qaz molekullarının orta kvadratik sürətidir. Biz ideal qaz molekullarının orta kvadratik sürəti bilirik ki, 3KT bölünsün M sıfıra bərabərdir. Həmən bu ifadəni gətirib burada nəzərə alsaq, onda 3KT bölünsün V0 kvadratının yerinə yazırıq 3KT bölünsün M0. Və burada 3KT-lər ixtisar gedir. M0 da qalxır yuxarı. Deməli, burada cavab olacaq bir molekulun kütləsi. Cavab B variantı. 33 nömrəli məsələ. Kütləsi 200 qram olan cismin koordinatının zamandan asılılığı x bərabərdir T kvadratı üstə gələk 5 şəklindədir. Hərəkətə başlayandan nə qədər zaman sonra cismə təsir edən əvəzləyici qüvvənin işi 160 joule olar. Biz bilirik ki, qüvvənin işini F vurulsun S düsturu ilə hesablayırıq. Burada bizə əvəzləyici qüvvə verilməyib, amma tənlikdən biz buradan x bərabərdir T kvadrat üstə gələk 5-dən. Deyə bilərik ki, təcil 2-dir. Niyə? Çünki x bərabərdir, x0 üstə gələk, V0 xt üstə gələk, AXT-nin kvadratı böl 2-dir. Burada biz görürük ki, x0-ımız, yəni sərbəst hədd 5-dir. V0-ımız 0-dır, yoxdur. Çünki T burada görürük ki, tənlikdə yoxdur. Bu hədd 0-a getdi. T kvadratının əmsalı təcilin yarısını verəcək bizə. Yəni, tənlikdən görürük ki, T kvadratının əmsalı 1-dir. Deməli, onda A bölünsün 2 1-ə bərabərdirsə, A-mız 2-dir. Təcil 2-dir. Onda biz əvəzləyici qüvvəni tapa bilərik. Əvəzləyici qüvvəmiz bizim MA-dır. Deməli, kütlə 200 qramdır. Bunu biz kiloqrama çevirsək, 1000-ə bölürük. 0,2 kiloqram. Vurulsun 2. Deməli, qüvvəmiz oldu 0,4 Newton. İndi yer dəyişməni tapmalıyıq. Yer dəyişmənin düsturu V0T üstə gələk AT kvadratıdır. Üstə gələk AT kvadratı bölünsün 2-dir. Və burada V0 dedik ki, 0-dır. A-nı da artıq biz bilirik. A 2-dir. Deməli, 2T-nin kvadratı bölünsün 2. 2-lər getdi. Deməli, yer dəyişmə oldu T-nin kvadratı. Gətirib A bərabərdir Fs düsturunda yerinə yazsaq, F-imiz 0,4, S-imiz T kvadratı, A da bizə verib 160 joule. İndi biz buradan T kvadratını tapmalıyıq. T kvadratı bərabərdir 160-ı bölməliyik 0,4-ə. Bu eləyəcək 400. Onda T bərabər olacaq 20 saniyə. Cavab burada olacaq C variantı. 34. Mühərrikin gücünün sabit qiymətində avtomobilin sürəti 40 metr/saniyədən 10 metr/saniyə qədər azalarsa, mühərrikin yaratdığı dartı qüvvəsi necə dəyişər? Deməli, güc sabitdir, n-dir və biz güc və dartı qüvvəsi, istər sürət arasında əlaqəni bilirik. Güc bərabərdir, dartı qüvvəsi vurulsun, sürət. İndi bizə burada gücü sabit verib, dartı qüvvəsini tapsaq, görək dartı qüvvəsi V ilə necə asılıdır? Güc sabitdirsə, dartı qüvvəsi V ilə gördük ki, tərs mütənasib asılı oldu. Görürük ki, əvvəlcə sürəti 40-dır, sonra olub 10. Deməli, onda sürət burada 4 dəfə azalıb. Əgər sürət 4 dəfə azalıbsa, dartı qüvvəsi 4 dəfə artmalıdır. Cavab burada olacaq D variantı.
35 nömrəli məsələyə baxaq. Şəkildə göstərilən blokun ipinin sərbəst ucu 2 saniyə müddətində bərabər sürətlə 4 metr qalxır. Yükün kinetik enerjisi 20 joule olarsa, kütləsini hesablayın. Deməli, burada ipin biz sürətini tapsaq, V ip bərabərdir H ip bölünsün T'dir. Və bizə deyir ki, ip 4 metr yuxarı qalxır 2 saniyə müddətində. Onda yer dəyişməsi 4, zaman 2, deməli ipin sürəti oldu 2 metr bölünsün saniyə. Yükün sürəti onda nə qədər olar? Burada görürük ki, tərpənən blokdur. Tərpənən bloklarda V yük bərabərdir V ip bölünsün 2-dir. Deməli onda yükün sürəti olacaq 2 bölünsün 2-dən 1 metr bölünsün saniyə. Kinetik enerjini bizə verib. Yükün kinetik enerjisi 20 joule-dur. Biz yükün kinetik enerjisini necə hesablayırıq? Təbii ki, mv yükün kvadratı bölünsün 2 ilə. Bunu da bizə 20 joule verib. Biz buradan m-i tapsaq, m bərabər m vurulsun. Baxın, v yükü tapmışıq 1-dir. Bölünsün 2 bərabərdir 20 joule-a. M də buradan bərabərdir 20 vurulsun 2-dən 40 kiloqram almış olarıq. Cavabımız burada B variantıdır. 36 nömrəli məsələ. Açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Açar sözlərə şəkilçi əlavə etmək mümkündür. Deməli, burada bizə açar sözlərimizi verib. Reaktiv mühərrik, soyuducu, istilik mühərriki, buxar turbini, işçi cisim. Və biz bilirik ki, yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğu deməli istilik mühərrikləridir. Deməli, birinciyə yaza bilərik biz 3. Daxili yanma mühərriki, sonra buxar turbini 4-ü yaza bilərik bura. Daha sonra nədir bizim istilik mühərriklərimiz? Reaktiv mühərrik 1 yaza bilərik. Onun növləridir. Hər bir istilik mühərriki 3 hissədən ibarətdir. Qızdırıcıdır, işçi cisimdir və soyuducudur. Onda cavablar uyğun gələcək burada A variantına. 37. Sıxlıqları müxtəlif olan mayələrin qabın dibinə göstərdiyi təzyiqin maye sütununun hündürlüyündən asıllıq qrafiki verilmişdir. Hansı qrafik sıxlığı ən kiçik olan mayəyə uyğundur? Burada biz bilirik ki, mayələrin qabın dibinə göstərdiyi təzyiq hidrostatik təzyiqdir və hidrostatik təzyiqi biz P bərabərdir Rho J H düsturu ilə hesablayırıq. Burada Rho mayenin sıxlığıdır, J sərbəst düşmə təcilidir, H isə maye sütununun hündürlüyüdür. Onda biz buradan Rho-nu tapsaq, Rho bərabər olmalıdır P bölünsün J H-a. Və görürük ki, qrafikdə P-nin H-a nisbəti buradakı bucaqları verəcək. Yəni, H oxu ilə, bax bu oxla əmələ gələn bucaqlar tangensini verəcək. Yəni, P bölünsün H-a biz tangens alfa yaza bilərik. Bölünsün J. Buradan görürük ki, mayenin sıxlığı alfa bucağı ilə, yəni H oxu ilə əmələ gələn bu bucaqla düz mütənasibdir. Deməli, onda bizdən də istəyir ən kiçik olanı. Bucaq harda kiçikdir? Təbii ki, bucaq 1-də kiçik olduğu üçün sıxlıq da 1-də daha kiçik olacaq. Cavab olacaq D variantı. 38. Watt vurulsun saniyə bölünsün metr. Burada biz wattın yerinə joule bölünsün saniyə yaza bilərik. Çünki 1 watt gücün vahididir. Güc bərabərdir A bölünsün T. Ona görə biz deyirik ki, gücün vahidi, yəni 1 watt bərabərdir. İşin vahidi 1 joule-dur. Zamanın vahidi saniyədir. Biz bunu açsaq, joule-un yerinə yaza bilərik. Newton vurulsun, metr bölünsün. Burada da saniyə. Gətirək burada nəzərə alsaq bunu. Yəni, watt vurulsun saniyə bölünsün metr. Wattın yerinə yazırıq. Newton vurulsun metr bölünsün saniyə vurulsun saniyə bölünsün metr. Saniyələr ixtisar getdi, metrlər ixtisar getdi. Burada qaldı 1 Newton. Newton da təbii ki, qüvvənin vahididir. Cavab burada olacaq C variantı.
39 nömrəli məsələ. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafikinə görə baş verən proses hansı prosesdir və qazın təzyiqi necə dəyişmişdir? Qrafikə baxırıq ki, burada sabit olan kəmiyyətimiz temperaturdur. Çünki temperatur dəyişmir burada. Temperatur sabitdirsə, deməli bu proses izotermik prosesdir. T konstant, deməli izotermik. Görürük ki, prosesin istiqaməti yuxarı doğrudur. Yəni, burada V-nin artması istiqamətindədir. Deməli, onda bu genişlənmədir. İzotermik genişlənmə. Çünki həcm artarsa, biz buna genişlənmə deyirik. Və həcm 5-dən 15-ə gəlib. Yəni, həcm nə qədər artıb? 3 dəfə artıb. Əgər temperatur sabitdirsə, Mendeleyev-Klaperon tənliyinə əsasən PV bərabərdir nÜRT olduğunu bilirik. Temperatur sabit olanda P ilə V bir-birindən tərs mütənasib asılıdır. Yəni, V 3 dəfə artırsa, təzyiq 3 dəfə azalmalıdır. Deməli, prosesimizin adı oldu izotermik genişlənmə və təzyiq 3 dəfə azalar. Cavab olacaq burada A variantı. 40 nömrəli məsələ. Hansı prosesdə verilmiş kütləli ideal qazın konsentrasiyası sabit qalır? Konsentrasiya sabitdir nə zaman? Həcm sabit olanda. Həcm sabit olanda həm konsentrasiya, həm də sıxlıq sabit olmalıdır. Çünki biz bilirik ki, konsentrasiyanın düsturu N bölünsün V-dir. N burada qaz molekullarının sayıdır. Yəni, zərrəciklərin sayıdır və bu dəyişmir. Verilmiş kütləli ideal qazdırsa, kütlə və zərrəciklərin sayı dəyişməyəcək, sabitdir. V-də sabit olanda, onda bu kəsrin qiyməti dəyişmir və konsentrasiya sabit qalır. Rho da M bölünsün V-dir. Verilmiş kütləli ideal qazdırsa, kütləsi dəyişməyəcək, sabitdir. İzoxor proses, yəni həcm sabit olanda da, onda bu kəsrin də qiyməti dəyişmir. Deməli, sıxlıq da burada sabit olmalıdır. Onda konsentrasiya hansı prosesdə sabit qalar? Həcmin sabit olduğu hissədə. Burada görürük ki, həcm harada sabitdir? 1-3 hissəsində həcm dəyişmir. Ona görə cavabımız olacaq Y variantı. 41 nömrəli məsələ. Hidravlik presin porşenlərinin diametrlərinin nisbəti 4/1-dir. Tarazlıq halında porşenlərin altında təzyiqlərin nisbətini hesablayın. Deməli, burada təzyiqlər nisbəti 1-ə bərabər olacaq. Çünki hidravlik presdə biz demişik ki, məsələn, deyək ki, bu bizim hidravlik presimiz olsun. Baxın, bu porşenlər olsun. Buradan bir deyək ki, F1 qüvvəsinin təsiri ilə S1 sahəli porşenə təsir göstəririk. Digər porşenin sahəsi olsun S2 və buradan da F2 qüvvəsi ilə təsir göstərək. Demişik ki, əgər bu tarazlıq halındadırsa, buradan edilən təzyiq P1 təzyiqi nəyə bərabərdir? F1 bölünsün S1-ə. Və bu P1 təzyiqi Pascal qanununa əsasən bütün istiqamətlərdə bərabər ötürülür. Və bu tərəfdən edilən təzyiq, yəni P2 təzyiqi də bütün istiqamətlərə bərabər ötürülür. Onda gəlir buradan P1 və P2 təzyiqləri bir-birinə bərabər olmalıdır ki, bu hidravlik pres tarazlıq halında olsun. Deməli, hidravlik presdə təzyiqlər bir-birinə bərabərdir. Onda nisbət nəyə bərabər olar? 1-ə. Digər məsələni də qeyd edeyim ki, burada görülən işləri də soruşa bilər. Burada görülən işlər də 1-ə bərabər, nisbəti 1-ə bərabərdir. Çünki heç bir mexanizm işdə qazanc vermir. Deməli, 41-də cavabımız olacaq A variantı. 42 nömrəli məsələ. 1, 2, 3 prosesində ideal qazın gördüyü işi hesablayın. Baxın, 1, 2 prosesi var burada. 1, 2, 3 prosesi, bir də 2, 3 prosesi var. Və 2, 3 prosesində görürük ki, həcm sabitdir. Həcm sabitdirsə, deməli, orada iş görülmür. Çünki həcmin sabit olduğu hissədə biz bilirik ki, qazın gördüyü iş P delta V-dir. Əgər həcm sabitdirsə, həcm dəyişmir. Dəyişmə 0-a bərabərdir. Ona görə qazın gördüyü iş 0-dır bu hissədə. Və
P-nin V-dən asıllıq diaqramında qrafikin altında qalan sahə bizə görülən işi verir. İndi biz görürük ki, burada sahəmiz nə qədər olacaq? Baxın, sahə. Deməli, burada uzunluq bura 2P sıfıra uyğundur. Bu hissə isə həcmdir, V sıfıra uyğundur. Onda deyəcək ki, qazın gördüyü iş 2P0 V sıfıra uyğundur və 2-3 hissəsində də iş görülmür. Cavab olacaq B variantı. 43 nömrəli məsələ. Diaqramda hansı nöqtə istilik mühərrikinin gördüyü işin ən böyük qiymətinə uyğundur? Faydalı iş əmsalını verib bizə. İstilik mühərrikinin faydalı iş əmsalı A bölünsün, yəni A ştirik bölünsün, Q1-ə bərabərdir. Burada biz A ştirixi tapsaq, işçi cismin gördüyü işdir bu. İşin ən böyük qiymətini axtarırıq. Eta vurulsun Q1. Deməli, burada işin ən böyük qiyməti, Q1-in ən böyük qiyməti, bir də etanın ən böyük qiyməti olmalıdır. Çünki hər ikisindən düz mütənasib asılıdır. Etanın ən böyük qiyməti 2, 4-dür. Q1-in ən böyük qiyməti 4, 5-dir. Və bunlar harada kəsişdi? 4-də kəsişdi. Deməli, 4 işin ən böyük qiymətinə uyğundur. Cavab oldu burada Y variantı. 44 nömrəli məsələ. Verilmiş yayın uclarından M kütləli cisim asılmışdır. Əlavə olaraq 4M kütləli yük asılarsa, yayın mütləq uzanması necə dəyişər? Deməli, biz burada aşağıya doğru bilirik ki, bu cismə ağırlıq qüvvəsi təsir göstərir, mg'dir. Yuxarıya doğru F elastiklik qüvvəsi və tarazlıq halında F elastiklik qüvvəsi bərabər olmalıdır mg'yə. Buradan gəlin, x-ı tapaq. Elastiklik qüvvəsinin düsturu Kx-dır. Kx bərabərdir mg'yə. X-ı tapsaq, olur mg bölünsün K. Yay dəyişmir. Yay eyni yaydır. Deməli, onda x burada görürük ki, kütlə ilə düz mütənasib asılıdır. Əvvəl m-dir. Əlavə olaraq 4m kütləli yük qoyduq. Yəni, x1-imiz budur. Əlavə olaraq 4m kütləli yük qoyanda, yəni, gətirib buradan elə bil ki, bir dənə də 4m kütləli yük asdıq. Onda neçə m olur cəmi? 5m. Onda bunun kütləsi 5 dəfə artır. Yazırıq 5mg bölünsün K. Onda x da, yəni mütləq uzanma da 5 dəfə artacaq. Cavab olacaq burada A variantı. 45 nömrəli məsələ. Eyni zaman müddəti ərzində cisimlərin impulslarının dəyişmələrinin modulları nisbəti nəyə bərabərdir? İmpuls dəyişməsi bilirik ki, qüvvə vurulsun zamandır. Burada bizə deyir, eyni zaman müddətində, yəni T'lər hər ikisi eynidir. Baxırıq qüvvələrə. Qüvvələr də hər ikisi eynidir. Deməli, burada hər iki cisim üçün impuls dəyişmələri eyni olmalıdır. Deməli, delta P1 bölünsün, delta P2 eynidirsə, bir-birinə bərabərdirsə, nisbət 1-dir. Cavab A variantı. Yəni, burada impuls dəyişməsi, başqa sözlə desək, qüvvə impulsu qüvvədən və zamandan asılıdır. Kütlədən asılı deyil. Ona görə də biz burada kütlələrə baxmırıq. Cavab olur A. 46 nömrəli məsələ. Mayelərin sıxlıqları ρ1 və ρ2, batan cismin sıxlığı isə ρ-dur. Sıxlıqlar arasında hansı münasibət doğrudur? Görürük ki, ρ1 mayesi, baxın, ρ2 mayesinin üzərindədir. Və sıxlığı az olan maye həmişə yuxarıya doğru can atır və yuxarıda yığılır. Deməli, onda ρ1 ilə ρ2-ni müqayisə eləsək burada, ρ2 böyük olmalıdır ρ1-dən. ρ1 ən kiçikdir, sıxlığı az olan yuxarıya qalxır. Cismə baxırıq ki, ρ cismi, baxın bu birinci, bu cisim. Bu cisim ρ1 mayesinin daxilində tarazlıqdadır. Onda deməli, burada nə zaman tarazlıqda olur bu? Yəni, daxilində tarazlıqdadırsa, bunların sıxlıqları bir-birinə, yəni cismin sıxlığı mayenin sıxlığına bərabər olursa, daxildə, baxın, bu şəkildə tarazlıqda qalır. Deməli, 2 böyükdür 1-dən və o da bərabərdir
rho 1 də bərabərdir rho-ya, cismin sıxlığına. Cavab olacaq burada C variantı. 47. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövretmə periyodunu 2 dəfə artırdıqda mərkəzə qaçma qüvvəsi necə dəyişər? Mərkəzə qaçma qüvvəsi ümumiyyətlə mərkəzə qaçma təcili ilə düz mütənasib asılıdır. Yəni mərkəzə qaçma təcili deyəndə periodla olan düsturu yazmalıyıq. 4pi-nin kvadratı r bölünsün t-nin kvadratıdır. Mərkəzə qaçma qüvvəsi isə m-a, onda biz bu a-nı bir dənə m-ə vursaq, olacaq mərkəzə qaçma qüvvəsi. Yəni 4pi kvadratı r m bölünsün t-nin kvadratı. Burada biz periyodu 2 dəfə artırdıqda, görürük ki, mərkəzə qaçma qüvvəsi periyodla kvadratik tərs asılıdır. Yəni periyodu 2 dəfə artırırıqsa, qüvvə 4 dəfə azalmalıdır. Cavab burada olacaq B variantı. 48 nömrəli məsələ. Şəkildəki üfüqi səthdə K nöqtəsindən 10 metr/saniyə sürətlə hərəkətə başlayan 2 kiloqram kütləli bir cisim yayı 20 santimetr sıxdığı anda sürəti 4 metr/saniyə olur. Buna görə H hündürlüyü neçə metrdir? Deməli, burada görürük ki, K cismi 10 metr/saniyə sürətlə hərəkətə başlayır və kütləsi də bunun 2 kiloqramdır. Gəlin, baxın. Burada K nöqtəsi, burada K cisminin tam enerjisini gəlin tapaq birinci halda. Deməli, tam enerji bərabərdir. Potensial varmı? Xeyr, potensial yoxdur. Çünki cisim yer səthindədir. Ona görə potensial yoxdur. Yalnız bu kinetikə bərabərdir. Deməli, həmən nöqtədə kinetikimiz olacaq mv kvadratı bölünsün 2. Bu da bərabərdir. Kütlə verilib 2 kiloqram. Sürət var 10. Onun kvadratı 100 bölünsün 2. Deməli, tam mexaniki enerjimiz 100 joula bərabərdir. İndi bu cisim gəlir buradan. Bu səth üzrə qalxır, baxın, yuxarı və gəlir buna dəyir və yayı hətta bir x qədər sıxır. X-imiz də nə qədərdir? 20 santimetr. Yəni 0,2 metr. Və hətta dəyən zaman bunun sürəti də var. Sürəti nə qədər olur? 4 metr bölünsün saniyə. Həm də bunun yerdən olan hündürlüyü var. H qədər. H qədər də hündürlüyü var və bizdən bu H-ı soruşur. Biz bilirik ki, tam mexaniki enerji sabit qalır, dəyişmir. Deməli, baxın, buradakı tam mexaniki enerji ilə, baxın, buradakı tam mexaniki enerji ilə, buradakı tam mexaniki enerji bir-birinə bərabər olmalıdır. Sadəcə fərq nədir? Burada enerjinin, yəni yayı sıxarkən, enerjinin bir hissəsini verir yayın potensial enerjisinə. Deməli, buradakı tam enerji onda olacaq. Cismin kinetik enerjisi, üstə gələk yerə nəzərən potensial enerji, bir də yayın potensial enerjisi. Onda deməli, biz burada tapmalıyıq kinetik enerjini. Deməli, tam enerji dedik ki, 100 joula bərabərdir. Bərabərdir. Kinetik enerjini tapaq. Kinetik enerji bu halda yayı sıxarkən mv kvadratı bölünsün 2 olmalıdır. O da bərabər olur. Kütlə 2-dir. Sürət dəyən anda 4-dür. Kvadratı 16 bölünsün 2. Deməli, kinetik enerjimiz oldu 16. Yazdıq. Yerdən olan hündürlük buna potensial enerji verəcək. Onda olacaq mgh, düzdürmü? Yerdən olan hündürlük. M-i verib 2, J 10'dur. Burada bir dənə H-ı yazacağıq. Bir də yayın potensial enerjisi. Yayın potensial enerjisini də biz kx kvadratı bölünsün 2 ilə hesablaya bilərik. K-mız 1000'dir. X 0,2'dir. Kvadrat eləyir 100-4 bölünsün 2. Bu da eləyəcək, deməli, 40 bölünsün 2-dən 20. 20-yə bərabər. Baxın, biz bu tənlikdən indi H-ı tapmalıyıq. Deməli, 16 üstə gələk 20, 36. Deməli, aşağıdan yazım. Baxın, 36 üstə gələk 20H bərabərdir 100-ə. 20H bərabərdir. 100-dən 36-nı çıxırıq. 64. Onda H bərabər olur. 64'ü 20'yə bölürük.
olur 3,2 metr. Cavabımız burada olacaq C variantı. 49 nömrəli məsələ. Verilmiş kütləli ideal qazın izobar qızması zamanı təzyiqi və daxili enerjisi necə dəyişər? Deməli, izobar qızırsa, təzyiq sabitdir burada. İzobar prosesdir. Qızma isə temperaturun artması deməkdir. Deməli, izobar prosesdə bizdən təzyiqi soruşur. Təbii ki, təzyiq dəyişməyəcək, sabit qalacaq. Qızma temperaturun artmasıdır. Temperatur artırsa, təbii ki, temperaturla yanaşı eyni dəyişən kəmiyyətlərimiz var. Məsələn, daxili enerji neyəcək? Artacaq. Deməli, burada cavabımız olacaq D variantı. Əlavə olaraq deyim ki, əgər temperatur artırsa, orta kvadratik sürət də artır, kinetik enerji, orta kinetik enerji də artır. Yəni, bu kəmiyyətlər temperaturla eyni dəyişən kəmiyyətlərdir. 50 nömrəli məsələ. Deməli, bizə deyir ki, 8 metr/saniyə sürətlə hərəkət edən cisim daxili partlama nəticəsində eyni kütləli 3 parçaya ayrılır. Parçalardan biri 4 metr/saniyə sürətlə yoluna davam edir, digəri isə dayanır. Birinci parçanın sürətini hesablayın. Burada impulsun saxlanması qanununa əsasən işləyəcəyik. Biz burada görürük ki, impuls, məsələn, 3 dənə bərabər kütləli cismə parçalanıbsa, hər birinin kütləsi m olsun, onda bütöv bu cismin kütləsi 3m-dir. Deməli, əvvəlki impulsumuz bizim nə qədərdir? mv-yə əsasən tapırıq biz bunu. Onda olur 3m vurulsun 8, bu da eləyir 24m. Deməli, əvvəlki impuls 24m-dirsə, sonraki impuls da 24m olmalıdır. Deməli, onda sonraki impulsu tapanda P əvvəlki bərabər olmalıdır P sonrakına. Əvvəlki 24m-dir. Bərabər oldu. Sonraki, baxırıq ki, sürəti 4-ə bərabərdir. Kütləsi m-dir. Onda yazırıq 4m. Üstə gələk. İkincinin sürəti 0-dır. Deməli, onda onun impulsu da 0-dır. Üstə gələk. V1 bilmirik neçədir. Sürəti tapmalıyıq elə burada. Kütləsini amma bilirik. Onda m vurulsun, V1 yaza bilərik. Deməli, buradan görürük ki, 24m bərabərdir. 4m üstə gələk. m V1-ə. M V1 bərabərdir. 24m-dən 4m-i çıxırıq, olur 20m. M-lər də buradan ixtisar getsə, V1-imiz 20 metr bölünsün saniyə olacaq. Cavab olacaq burada B variantı. 51. Molekulların bir-birini dəf etməsini göstərən hadisədir. Hansıdır? Baxın, əgər bizə burada deyir, dəmir çubuğunun çətin dartılması. Məsələn, deyək ki, bir dəmir çubuğumuz var və bunu hər hansı bir divara bərkitmişik və bunu dartırıq. Bunu dartan zaman bunun zərrəcikləri bir-birindən neyniyəcək? Uzaqlaşacaq. Və uzaqlaşan zaman çətin uzaqlaşır, yəni çətin dartılır. Niyə? Çünki bunlar arasında, bu zərrəciklər arasında cazibə qüvvəsi var. Bu zərrəciklər bir-birindən uzaqlaşa bilmir. Çətin uzaqlaşır. Ona görə dartılma zamanı burada molekulların bir-birini dəf etməsi yox, burada artıq bir-birini cəzb etməsi müşahidə olunur. Amma dəmir çubuğun çətin sıxılması. İndi həmən dəmir çubuğu biz sıxan zaman zərrəciklər neynir? Zərrəciklər bir-birinə yaxınlaşır. Zərrəciklər bir-birinə yaxınlaşır, amma bu çətin sıxılır. Niyə? Çünki bunlar arasında bir dəf etmə qüvvəsi var və onları bir-birinə yaxınlaşdırmağa icazə vermir həmən o qüvvə. Yaxınlaşmır onlar bir-birinə. Bu eyni ilə yay misalında da bunu nümunə göstərə bilərik. Məsələn, deyək ki, bir dənə yayımız var. Biz bu yayı deformasiya elətdirən zaman, yəni dartan zaman, bunun zərrəcikləri bir-birindən neynir? Bir-birindən uzaqlaşır. Uzaqlaşırsa, biz əlimizi buraxan kimi onlar neyniyəcəklər? Bir-birinin əvvəlki vəziyyətinə qayıdacaq da bu yay.
Yəni onda bir-birini cəzb eləyəcəklər molekullar. Yox, sıxan zaman əlimizi çəkən kimi yenə əvvəlki vəziyyətinə qayıdacaq. Onda bunlar arasında dəf etmə qüvvəsi mövcud olacaq. Yəni bir-birini dəf etməsini göstərir bu hadisələr. Deməli, onda burada cavabımız olacaq B variantı düzgün cavabdır. 52 nömrəli məsələyə baxaq. Uyğunluğu müəyyən edin. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafikində. Deməli, P-nin təzyiqin T-dən asılılıq qrafiki göstərilmişdir. Gəlin hər bir hissəni analiz eləyək. Məsələn, başlayaq 1-2 hissəsindən. Görürük ki, P T-dən düz mütənasib asılıdır. Təbii ki, bu nə zaman düzdür? Mendeleyev Kraperon tənliyinə əsasən PV bərabərdir nü RT-yə. P T-dən o zaman düz asılıdır ki, V sabit olmalıdır. Deməli, 1-2 prosesində V konstantdır. V konstantdır. 2-3 prosesində görürük ki, temperatur sabitdir. Onda 2-3 prosesində yazaq. Temperatur sabitdir. İndi burada P neyini amma 2-3 prosesində, yəni təzyiq burada azalır. 1-2 hissəsində temperatur artır. Təzyiq də artır. Bunu gördük. Gəlin 3-1 hissəsinə baxaq. 3-1 hissəsində, 3-1 prosesində P sabitdir, təzyiq sabitdir. Temperatur neynir? Azalır. İndi variantlara baxaq. Daxili enerjisi artır. Daxili enerji o zaman artır ki, temperatur artsın. Onda temperaturlar harda artır? Bir dənə burada 1-2 prosesində. Deməli, burada daxili enerji artacaq. A gəldi bura. Daxili enerji dəyişmir deyir. Daxili enerji o zaman dəyişmir ki, temperatur sabit qalsın. Temperatur dəyişməsin. Onda 2-3 prosesində biz görürük ki, temperatur dəyişmir. Ona görə B variantı 2-yə uyğun olacaq. Sonra qaz iş görmür. Qaz nə zaman iş görmür? Həcm sabit olanda, həcm dəyişməyəndə. Çünki qazın işi bərabərdir P delta V-dir və delta V, yəni V sabit olanda delta V sıfırdır. Ona görə qazın işi burada sıfıra bərabərdir və bu da hansı prosesdir? Təbii ki, 1-2 prosesidir. Onda C də 1-ə yazılacaq. D-də deyir, qaz mənfi iş görür. Qaz nə zaman mənfi iş görür? Təbii ki, sıxılma prosesində. İndi burada baxın, üçüncüyə baxın. Üçüncüdə P konstantdır. Əgər təzyiq sabitdirsə, temperatur azalırsa, onda həcm də azalmalıdır. Yəni V ilə T düz mütənasib asılıdır. Həcm azalırsa, yəni sıxılma prosesidir bu. Qaz onda mənfi iş görəcək. Deməli, bu uyğun gəlir. Üçüncüyə yazırıq bura D. Daxili enerji azalır. Daxili enerji temperaturun azalmasına. Harda azalırsa, daxili enerji də orada azalacaq. Bu da uyğun gəlir 3-ə. Deməli, 1 oldu A, C, 2 oldu B, 3 oldu D, Y. Cavabımız burada olacaq Y variantı. Gəlin 53 nömrəli məsələyə baxaq. İçərisində qaz olan bağlı qab qızdırılır. İndi bağlı qab deyirsə, burada mütləq həcm sabitdir. Qızdırılır, yəni temperaturu artır. Doğru ifadələri seçin. Qazın sıxlığı artır deyir. Həcm sabitdirsə, konsentrasiyadır, sabitdir. Hətta sıxlıq da sabitdir. Yəni burada bir ifadəsi səhvdir. Amma görürsünüz, konsentrasiya sabitdir. Yəni 3-də də deyir ki, qaz molekullarının konsentrasiyası sabit qalır. Deməli, 3 doğrudur. Sonra 2-də deyir ki, qaz molekullarının orta kvadratik sürəti azalır. Burada görürük ki, temperatur artır. Orta kvadratik sürəti isə nə idi? 3RT bölünsün M məsələn. Burada temperatur artırsa, kvadratik sürət də artmalıdır. Yəni 2 də səhvdir. Qazın sıxlığı sabit qalır. Bəli, biz bayaq dedik ki, əgər həcm sabitdirsə, sıxlıq konsentrasiya da sabit qalmalıdır. 4 doğrudur. Qazın təzyiqi sabit qalır deyir. V sabitdir. Yenə PV bərabərdir nü RT-yə əsasən. V sabitdirsə, temperatur artırsa, sıxlıq da artmalıdır. Yəni sıxlıq burada, sıxlıq yox, üzr istəyirəm, təzyiq artmalıdır.
Onda təzyiq burada sabit qala bilməz. Cavabımız olacaq 3, 4. 54. Hansı ifadələr doğrudur? Qazlarda difuziya daha sürətli baş verir. Bəli, qazlarda difuziya hadisəsi sürətli baş verir. Çünki qazlar arasında, qaz molekulları arasında boşluqlar çoxdur və difuziya nə idi? Bir maddə molekulunun digər maddə molekullarının arasına nüfuz etməsidir. Ona görə də boşluq çox olduğundan orada daha sürətli baş verir. Temperatur yüksələndə difuziya yavaş gedir. Xeyr, bu səhvdir. Məsələn, difuziya hadisəsinə biz misal göstərə bilərik. Qəndin çayın içərisində əriməsi prosesi. Bu zaman temperatur çox olanda qənd daha sürətli əriyir, düzdürmü? Ona görə temperatur yüksələndə difuziya daha sürətli gedir. 2 səhvdir. 3. Difuziya daha sürətli mayelərdə gedir. Xeyr, dedik ki, daha sürətli harda gedir? Qazlarda daha sürətli baş verir, bu səhvdir. 4. Temperatur yüksələndə Brown hərəkətinin intensivliyi artır. Bəli, Brown hərəkətinin intensivliyi burada artır, bu doğrudur. 5-də deyir, temperatur yüksələndə difuziya daha sürətli gedir. Bəli, bu da doğrudur. Deməli, cavabımız olacaq 1, 4, 5. 55 nömrəli məsələ. İdeal istilik mühərrikinin faydalı iş əmsalı 60%dir. Deməli, biz deyirik ki, faydalı iş əmsalımız 0,6-dır. Niyə? Çünki faydalı iş əmsalının düsturunda vurulsun 100% var. Onu əvvəlcədən ixtisar edirik. 60-ı 100-ə bölürük, 0,6 yaza bilərik. Soyuducunun temperaturunun qızdırıcının temperaturuna olan nisbətini hesablayın. Yəni, T2 bölünsün T1-i hesabla deyir bizə. Və onda biz faydalı iş əmsalının düsturunu yazırıq. 1 çıxılsın, T2 bölünsün, T1. Bunu da bizə verib 0,6. Onda biz buradan T2 böl T1-i yazsaq, 1 çıxılsın 0,6-dan cavabımız olacaq 0,4. 56. Sürtünməsi nəzərə alınmayan üfüqi səthdə bir-biri ilə ip vasitəsilə bağlanan X və Y cisimləri arasında sıxılmış yay vardır. Deməli, bu hal-hazırda, məsələn, burada deyək ki, sıxılıb bu yay. Deyək, X qədər hər iki tərəfdən sıxılıb. Cisimlər arasındakı ip qırıldığı anda cisimlərin aldığı kinetik enerjilərin nisbətini hesablayın. Baxın, ümumiyyətlə, belə sistemlər, qapalı sistemlər sayılır. Hansı ki, biz partlama məsələlərində demişik ki, orada qapalı sistemdir. Yəni, buna xarici qüvvələr təsir göstərmir. Xaricdən heç bir qüvvə təsir göstərmədiyi üçün həmən bu sistem qapalı sistem sayılır. Qapalı sistemdə də impulsumuz saxlanılır. Yəni, impuls sabitdir. Əvvəlcə bu yay sıxılıb. Əvvəlcə sıxılıbsa, deməli, bunun müəyyən qədər enerjisi var. Və bu sıxılma anında, baxın, X və Y cisimlərinin sürətləri sıfırdır. Yəni, bunların sürəti sıfırdırsa, deməli, bunların kinetik enerjiləri də sıfırdır. Həm də potensial enerji sıfırdır. Niyə? Çünki yer səthindədir. Yəni, bunların heç bir enerjisi yoxdur. Yayın amma enerjisi var. Niyə? Çünki X qədər sıxılıb və burada tam enerji yayın elə potensial enerjisinə bərabərdir. Yəni, kx kvadratı bölünsün 2-yə bərabərdir. İp indi buradan qırıldı. İp qırılan zaman Y cismi bu istiqamətdə hərəkət eləyəcək. Bir VY sürəti ilə. X cismi də bu istiqamətdə hərəkət eləyəcək. Bir VX sürəti ilə. Və artıq hərəkət var deyə burada kinetik enerji də olacaq. Yəni, mövcud olacaq. İndi kinetik, buradakı yayın tam enerjisi, yəni potensial enerjisi çevriləcək cisimlərin kinetik enerjisinə. Amma bu cisimlərin kinetik enerjilərinin, belə deyək, cəmi bizə yayın potensial enerjisini verməlidir. Yəni, əvvəlcə enerji, məsələn, 50 jouldusa, yayda yaranan enerji. İkinciyə, məsələn, olacaq 20 joul. Birinciyə olacaq 30 joul. Yəni, bunlar bu iki dənə cisim arasında bölünməlidir, paylanmalıdır, belə deyək. Onda necə paylanacaq? İmpuls saxlanılır dedik. İmpuls sabitdir. İmpuls sabitdirsə, kinetik enerjinin biz hansı düsturundan istifadə edə bilərik? P bölünsün, P kvadratı bölünsün 2. İmpuls sabitdirsə, onda kinetik enerji burada necə paylana bilər? Təbii ki, kütlələrlə tərs mütənasib.
Onda biz deyə bilərik ki, X-in aldığı kinetik enerji bölünsün Y-in aldığı kinetik enerji bərabərdir. İndi tərs mütənasib asılı olduğundan burada Y-in kütləsi bölünsün X-in kütləsi. Y-in kütləsi görürük ki, 2m-dir. X-in kütləsi m-dir. Deməli, m-lər ixtisar getdi. Cavabımız oldu 2. Belə, keçdik 57 nömrəli məsələ. Uyğunluğu müəyyən edin. Areometrin iş prinsipi. Areometr nəyi ölçür? Areometr sıxlığı ölçür. Və iş prinsipi də Arximed qüvvəsinin təsirinə əsaslanır. Arximed əsaslanır. Dinometr qüvvəni ölçür. İş prinsipi Hooke qanununa əsaslanır. Bunu biz bilirik. Hidravlik presin iş prinsipi Pascal qanununa əsaslanır. Deməli, uyğun variantları yazsaq, 3-ə Pascal qanunu, A yazarıq. Hooke qanununa əsaslanır. Bu dinometrə aiddir. Areometrin iş prinsipi Arximed qüvvəsinin təsirinə əsaslanır. Bu da D variantı. Deməli, cavabımız olacaq 1D, 2B, 3A. Gəldik 58 nömrəli məsələyə. Situasiya məsələləridir. Deməli, sıxlığı suyun sıxlığından kiçik olan taxta parçası içərisində sıxlığı suyun sıxlığından kiçik olan taxta parçası içərisində su olan qabın dibinə şəkildə göstərildiyi kimi bağlanıb. Baxın, burada taxta parçasıdır və bu bağlanıb qabın dibinə. Bizə nə deyir? Taxta parçasının kütləsi 100 qramdır. İpin gərilmə qüvvəsinin ağırlıq qüvvəsindən 4 dəfə kiçik olduğunu nəzərə alaraq Arximed qüvvəsini təyin edin. Gəlin birinci burada diaqramı biz quraq. Qüvvə diaqramı. Biz burada ipdə yaranan gərilmə bilirik ki, aşağıya doğru yönəlir. Çünki bu gərilmə heç vaxt cismi itələyə bilməz. Yəni, ip təbii ki, cismi itələyə bilməz. Arximed qüvvəsi yuxarı doğru, F Arximed. Ağırlıq qüvvəsi də aşağı doğru, F ağırlıq. İndi gəlin baxaq. Bizə deyir ki, məsələdə kütlə verilib. Kütləsi 100 qramdır. Bunu kiloqrama çevirsək 0,1 kiloqram. İpin gərilmə qüvvəsinin ağırlıq qüvvəsindən 4 dəfə çox olduğunu bilirik. T bərabərdir F ağırlıq bölünsün 4. Və burada deyir ki, Arximed qüvvəsini hesabla. F Arximedi hesablayaq gəlin. Sual. Deməli, nə edirik? Görürük ki, burada Arximed qüvvəsi yuxarı doğru yönəlib. Ağırlıq qüvvəsi və T gərilmə qüvvəsi aşağı doğru yönəlib. Deməli, burada biz F Arximed bərabərdir ağırlıq qüvvəsi və gərilmə qüvvəsinin cəmini. Ağırlıq qüvvəsi mg'dir, gərilmə qüvvəsi T'dir. Və burada T'nin əvəzinə biz, baxın, bizə şərtdə deyir ki, gərilmə qüvvəsi ağırlıq qüvvəsindən 4 dəfə kiçikdir. Ona görə F ağırlıq bölünsün 4 yaza bilərik. Onda olacaq mg üstə gələk, ağırlıq qüvvəsi də mg bölünsün 4. Yəni, T gərilmənin yerinə bunu yazıq. Bu da eləyəcək 4 aşağıda, yuxarıda eləyəcək 5mg. Kütlə məlumdur, kütlə 100 qramdır. Yəni, 0,1 kiloqramdır. Onda yazacaq 5 vurulsun 0,1 vurulsun 10 bölünsün 4. Bu da eləyər, deməli, 50-ni biz 4-ə bölməliyik. 50 bölünsün 4. Cavab eləyər burada 12,5 Newton. Deməli, Arximed qüvvəsini tapdıq ki, düz tapdıq mı görək? Yox, burada. Deməli, 5-i 10-a vururuq 50, onu da 0,1-ə vuranda burada 5 eləyir. 5-i 4-ə böləndə də 1,25 Newton eləyəcək Arximed qüvvəmiz. 58 nömrəli məsələmiz deməli hazır. 1,25 Newton. İp kəsilərsə taxta parçası hansı təcillə qalxacaq yuxarıya doğru? İndi ip burada kəsildi. Təbii ki, bu hər hansı bir təcil alacaq yuxarıya doğru və burada artıq biz təcili tapanda nə etməliyik? Böyük qüvvədən kiçik qüvvəni çıxıb MA-ya bərabər eləməliyik. Böyük qüvvəmiz burada olur F Arximed. Onda yaza bilərik ki,
Arximet qüvvəsindən çıxıram ağırlıq qüvvəsini, yəni mg-ni bərabər eləyirəm ma-ya. Arximet qüvvəmiz məlumdur. 1,25. Ağırlıq qüvvəmiz də məlumdur. Kütlə 0,1-dir. J-yə vuranda eləyəcək 1 bərabərdir. 0,1 A. A-nı tapaq. A bərabər olacaq buradan. 1,25-dən 1-i çıxanda 0,25 bölürük 0,1-ə. Bu da eləyəcək 25. Bir də baxaq görək heç bir səhv eləmədik ki, deməli 2,5. Üzr istəyirəm burada 2,5 metr bölünsün saniyən kvadratı. Gəldik 60 nömrəli məsələ. Taxta parçasına təsir edən Arximet qüvvəsi və ipin gərilmə qüvvəsi hansı istiqamətdə yönələr? Təbii ki, bunu dedik artıq biz. Əgər cisim qabın dibinə hər hansı bir ip vasitəsilə bağlanıbsa, F Arximet burada yuxarı doğrudur. F Arximet yuxarı. Gərilmə qüvvəsi isə ipi itələyə bilməz burada. İp daha doğrusu cismi itələyə bilməz. Ona görə gərilmə qüvvəsi də aşağı doğru olacaq.